اللهم صل على Muhammed ve Ali Muhammed. İnşallah A'la suresini oxuyacağıq inşallah. İstəyənlər eləyə bilərlər, izləsinlər inşallah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء نحوا سنقرئك فلا تنسى فجعله غثاء أحوى سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر إن نفعت الذكرى سيذكر من يخشى ويتجنبها الأتقى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها فلا يخفى ثم لا يموت فيها فلا يحيا قد أفلح من تزكى
وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات. اللهم صل على محمد ve Ali Muhammed. İnşallah ayağa qalxarkən bir qədər qabağa gəlin ki, gələn insanlar da inşallah istifadə eləsin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnallaha ve melaiketehu yusalluna alen nebi. يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. الله Ya Allah. Peyğəmbər alı Peyğəmbərə səlavası gedir. Allahümmə salli ala Muhammed. Dini İslamın qüvvətlənməsi, din düşmənlərinin məhv nabud olmalarına səlavası gedir. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tapmalarına səlavası gedir. Allahümmə salli ala Muhammed. İltiması dua eləyənlər, müşkilləri, hacətləri olanlar, bilxüsus mənzur-u niyyətdə olanların acil şifa tapmalarına səlavası gedir. Allahümmə salli ala Muhammed. Məclisimizin daha münəvvər olmasından ötürü, daha da nurani olmasından ötürü Muhammed və Ali Muhammedə səlavası gedir. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ربي هب لي من الصالحين صدق الله العلي العظيم. Peyğəmbər alı Peyğəmbərə səlavası gedir.
Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən və bizi canlı vasitəsilə istər dilbər güşələrimizdən, istər ölkə hüdudlarından kənarda bizi izləyən hər kəsə. Allahın salamı olsun. Allah bu Mühərrəm ayında etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları qəlbimizin dərinliyindən Allaha əl açaraq söylədiyimiz, ifadə etdiyimiz bütün hacət və mətləblərimizi bizdən qəbul eləsin. Möhtərəm cəmaatımız, artıq məclisin tərtibini bilirsiniz, amma hər gecə, hər gün aramıza yeni əzadarlar, yeni Əhl-i Beyt əleyhimussalamların yeni əzasına qatılanlar olduğuna görə bir daha xatırlatma edirik ki, məclisə başlamazdan öncə məclis sahibi zamanı imamımız olduğuna görə, ona təsliyyət ünvanında əza sahibi olduğuna görə onu bir salamlayıb, fərəz duasını oxuyub, sonra İmam Hüseyin əleyhissalamla əhdimizi bir daha tamamlayaraq, bir daha əhdimizi təzəliyərək buradan elə salam veririk o mənada ki, ya İmam Hüseyin, sənin bu çarəsiz günlərində, köməksiz günlərində biz bura gəlməklə istəyirik deyək ki, əgər olsaydıq o gün gələrdik. İndi həqiqətdə gedənlərdən olardıq, olmazdıq. Həqiqəti Allah bilir. Amma gəlişimiz onun göstəricisidir ki, onu sevərək buradayıq. Necə ki, onun məsələn məclisinin keçirilməsindən narahat olanlar var, keçirilməsini istəməyənlər var. Amma həmd olsun o cəbhədə döyürük, o tərəfdə döyürük. Onun adına qurulan məclisə gəlmək bu onun göstəricisidir ki, ya Hüseyin, əgər 1387 il bundan öncə hicrətin 61-ci ilində olsaydım, mən sən tərəfdə olanlardan olardım, Yəzidin tərəfində olanlardan olmazdım göstəricisidir. Ona görə məclisin adabını qoruyaq, həm də olsun burada olanlar sakit dinləyirlər, amma məscidin həyətində, küçədə səsimizi eşidən əzizlər, gəlmişik, zəhmət çəkmişik, bu sözlərə qulaq asaq, diqqət eləyək. Xüsusilə analarımdan, bacılarımdan təvəqqi ricam budur ki, mən demirəm hamısı danışır, amma içərilərində danışanlar da var. Bu neçə vaxtı danışırsan, evdə də çox danışırsan, bari Allah evinə gəlmirsən, biraz az danışıb İmam Peyğəmbər Allah kəlamına qulaq assın. Gözəl olmaz, inan gözəl olar, yaxşı olar. Bəzən özün danışırsan, yanındakı qulaq asmaq istəyir, ona da imkan vermirsən. O da qulaq asa bilmir. Ona görə Allah səni evindən götürüb bura qədər gətiribsə, bunun qədrini bil. 2 saat. Allah Peyğəmbər İmam kəlamına müştəri olsun, inan, dünya və axirətin abad olar. Dünya və axirətində fayda aparanlardan olarsan. İnşallah bugün sizinlə hər gecə bir mövzu ətrafında danışırıq. Bu gecə Kərbəladan günümüzə mesaj, övladlarımızın təlim-tərbiyə məsələsinə diqqət etməliyik. Və bu gecə məhz Əli Əkbər gecəsi ilə bağlıdır. İnşallah ki, mövzunu tam izah etməzdən öncə ənənəmizə sadiq qalaraq fərəz duasını oxuyaq və İmam Hüseyin əleyhissalamı, yar-ı ənsarını, Kərbəla şəhidlərini, belə Qarabağ şəhidlərimizi də yad eləyək. İnşallah sonra mövzumuza davam edək. Bismillahirrahmanirrahim. Allahumma kulli veliyyika Hüccet ibn Hasan
صلواتك عليه وعلى آله في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. صلوات السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. صلوات Möhtərəm cəmaatımız, az öncə qeyd etdik, hər axşam Kərbəladan günümüzə bir mesaj mövzusu barəsində danışırıq və bu mövzuları seçməkdə məqsədimiz elə başa düşməyək, elə Kərbəla ağlamaqdan ibarətdir. Təbii ki, hədislərdə var, İmam Cəfər Sadiq əleyhissalam buyurur, Mən bəka, o əbka, əbtəbaka fədəxələl cənnə. Əgər kim cəddim Hüseynin məclisində, babam Hüseynin məclisində ağlıya ya ağlada, yəni ya təsirlənib özü ağlayır, ya bir söz deyir ki, orada olanlar ağlayır. Deyir, bəzən ola bilər ki, biri nə ağlaya bilsin, nə ağlada bilsin, amma özünü ağladanlara oxşayır. Məsələn, əlin alnına aparır. Məsələn, özün qəmli halda istəyir o qəmli olanlara qaçsın. Həzrət buyurur, fədəxələl cənnə. O cənnətə daxil olar. Yəni, biz həqiqətdə elə bir yerdə əyləşmişik, elə bir məkanda yer almışıq ki, Allah buradan bizi cənnətə aparmaq istəyir. Ona görə bu məclislər qiymətli məclisdir. Bugünkü günümüzdə də biz Kərbəladan günümüzə mesaj, ayət-i şərifi oxudum. Quran-ı Kərimdən mübarək Səffat surəsinin 100-cü ayəsində Həzrət İbrahim Peyğəmbərin duasıdır. Allah övladı olmayanlara gözəl övlad pay verməklə o ailələri sevindirsin inşallah. Həzrət İbrahim Peyğəmbərin də övladı olmurdu. Bu duanı edərdi. Övladı olmayanlar bu duanı qunutda eləyə bilər. Üstəlik səcdələrdə oxuya bilər. Rabbi həbli minəs-salihin. Dua edirdilər ki, Allahım, mənə salih övlad bəxş elə, mənə gözəl övlad bəxş elə deyə dua edirdi. Bizim aramızda hal-hazırda alim Rəbbani, nurani, ruhani qardaşlarım var, tələbə yoldaşlarım var. Bəzən sıxılıqdan elələri çöldə olur, məscidin həyətində olur, bəziləri səfi cəmaətdə olur. Burada əyləşəndən sonra görürəm, Allah dünyasını dəyişən bütün alim Rəbbani, nurani, ruhani qardaşlara rəhmət eləsin, qalanlara şərəfli, dəyərli, qiymətli, mənalı ömür nəsib eləsin.
Biz bugünkü mövzumuzda sonda qeyd etdiyimiz kimi Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalamın böyük oğlu Əli Əkbər, elə övladlarının adı Əli olub. Əli Əkbər, biz Ələkbər deyirik də el arasında, cəmaat arasında. Əli Əkbər, yəni böyük Əli. İmam Zeynul Abidin ağa ortancıl oğlu olub. Əli-Övsət, Əli Ovsət, ortancıl Əli. Ələsgər də Əli Əsqər, kiçik, balaca Əli. Yəni böyük Əli, ortancıl Əli, kiçik Əli. Bu cür adlanır. İmam Hüseyn əleyhissalamın Kərbəla hadisəsində Əli Əkbərlə bağlı olan davranışı və Əli Əkbər əleyhissalamın da valideynləri ilə davranışı əslində bugünkü gəncimizə iman, ədəb baxımından, danışıq, rəftar baxımından nümunə olacaq nümunəvi bir gəncdir. Yəni bugünkü cavanlarımız ataya, anaya diqqət məsələsində, davranış məsələsində Kərbəladan günümüzə mesaj anlamında Əli Əkbər əleyhissalamın həyatına, onun valideynləri ilə davranışına baxaraq həyatını daha da gözəl bir şəkildə keçirməlidir. Bəzən tarixdə elə insanlar yaşayır ki, onların ömürləri uzun olur, amma onlardan sonra, ölümlərindən sonra heç bir izləri, heç bir əsərləri qalmır, yaşamır. Amma elə insanlar da var ki, onlar çox az yaşayır, amma özlərindən sonra onların izləri qalır, adları qalır, əsərləri qalır. Bəzən ola bilər ki, bir ağac neçə il qalsın, bar verməsin, faydası olmasın, ziyanlı olsun. Amma bəzən ola bilər ki, bir güldür, gül bağında bitir, elə bir günə də solur, amma onun ətri bütün bağı bürüyür. Ona görə çalışağın yaxşı insanlarla oturdurur eləyəyin. İnsanın dəyişməsində 4 mühüm amil faktor var. Mövzu o 4 deyə. Onlardan biri də insanın əhatəsidir. Düşdüyü çevrə insanı əgər iradəsi zəif olsa, onu yolundan azdıra bilər, fikrindən döndərə bilər. Həm yaxşı mənada təsir eləyə bilər, həm də pis mənada. Yəni, əgər ətraf yaxşıdırsa, onu bataqlıqdan çıxarar yaxşıya, amma pisdirsə, yaxşılıqdan elə aparar onu bataqlığa. Yəni, zülmətdən nura, nurdan da zülmətə gedişi mümkündür. Amma çox əfsuslar olsun ki, insan pisə meyilli daha çox olduğuna görə, yaxşılığa dəvət eləsən də çox gec gəlir. Amma pisə elə azacıq işarə eləməklə, özü hiss eləməklə sənə tərəf gəlir. Demək, bu günümüzdə də biz onu qeyd etdik ki, yaxşı insanlarla dost olun. Sədi Şirazinin Gülüstan əsəri var. Bizim onu burada tələbə yoldaşlarımız var. Eyni mədrəsədə dərs aldığım qardaşlarım var. Tamına 30 il bundan öncə, mənim 9-10 yaşım olanda 1996-cı ildə bu danışdığımı Sədi Şirazinin Gülüstan əsərində oxumuşduq. Əhvalat şəklində, hekayə şəklində nəzmə çəkib şeiri, amma mən bir parçasını qeyd edəcəm. Deməli, bir dərvişin bir torpaqla bir məsəldir, təmsildir çəkib, söhbətini şeirə alıb, yazıb. Demək, torpaqdan çox gözəl ətir qoxu isi gəlirmiş. Deyir ki, bu ətir hardandır sənə belə? Deyir, bu mənim özümdən deyir. Mən bir müddət güllə həmnişin olmuşam. Yəni, gülün o kötüyü rişəsi yoxdur. Deyir, gül mənim üstümdə olub deyə, mən bu ətri qoxunu ondan almışam. Ona görə deyərlər, orada bir məsəl gətirib, deyir, gül dibində oturandan gül ətri, gül qoxusu gələr. Təsəvvür elə bir ətriyyat dükanına, ətir dükanına, gül dükanına girirsən, alma sonda, biraz orada qalırsan,
çıxanda paltarı və onun qoxusu hopur. Ətri üstündən gəlir. Amma içalat satılan yerlərə gir, biraz dayan, heç almasonda o pis də o cürdür. Yaxşı insan ruhi baxımdan insana o gözəlliyi bəxş eləyə bilir. Ona görə oturdur elədiyimiz insanlara biz diqqət eləməliyik. Onun bizə birbaşa ruhumuza təsir məsələsində diqqətli olmalıyıq. O səbəbdən də bu Kərbəla hadisəsi onun bariz nümunəsidir ki, orada bəzi insanlar var idi, İmam Hüseyin əleyhissalamı köməyə çağırırdı, qılıncımız qınındadır, ya Hüseyin gəlsənə, amma müəyyən hədiyyələr, müəyyən sözlər qarşılığında həmin qınında olan qılıncı imamın özünə qarşı qaldıranlar oldu, imama qarşı elə qılınc çəkənlər oldu. Bəziləri 70 il yaşadı, heç onların adı tarixdə yoxdur. Amma bəziləri o Kərbəla səhnəsində 6 aylıq qundaq balanın, heç 6 ay tamam olmamışdı. Tarixdə yazırlar, İmam Hüseyin əleyhissalam Mədinədən çıxanda Əli Əsqər 27 günlük idi. 5 ay çəkdi ta Məkkəyə gəlməsi, oradan Kərbəlaya gələnə qədər, hadisə baş verənə qədər 5 ay 27 günlük idi. Amma onun bu gündə 1387 il keçməsinə rəğmən adı çəkilir. Demək, bu məktəbin ən parlaq simalarından biri, bu günümüzə Kərbəlada mesaj mövzusu da elə bunun üstündədir, mövzumuz bunun üstündədir deyə, bugün gənclərimiz baxmış olsaq, müxtəlif qütblərdə formalaşır, müxtəlif istiqamətlərə, xüsusilə bu sosial şəbəkələr vasitəsilə inanın gənclərimiz məhvə doğru gedir. Düzdür, ondan yaxşı kimi də istifadə etmək olur, pis kimi də. Yaxşı tərəfi bizi bu günləri bu məclisdə iştirak etməyib, amma dilbər güşələrimizdən, ölkə hüdudlarından kənarda bu söhbətləri biz özümüz də telefon vasitəsilə yayaraq onlar bizi izləyir. Bunun faydalı tərəfidir. Amma əvvəllər biz övladlarımızı küçədə, məhəllədə, nə bilim, başqa yerlərdə fəsaddan, fitnədən qorumağa çalışırdıqsa, bu günləri uşağın, övladın azmasında uzağa getməsi lazımdır. Fitnə, fəsad evimizin içinə qədər gəlib. Yataq otaqlarına qədər gəlib. Yəni, ola bilər ki, bir otaqda, bir evdə otaq ayrı, amma övladın sənin əlindən gedə bilər, başqa yerlərə qurşana bilər. Yəni, fitnə, fəsad bu qədər ayaq açıb, bu qədər gəlib çatıb bizim. Yəni, yenə deyirəm, əvvəl məsələn baxsaq fərqli cəhətlər var idi. Ondan bundan qoruyardınsa, indi potensial təhlükə, fitnə elə övladlarımızın əlindədir, öz əlimizdədir. Əgər nəfsimiz bizə əqlə üstələsə, hakim olsa, elə böylü, cavanlı, qocalı, qadınlı, kişili hamı o burulğana düşüb gedəcək. Amma Əli Əkbər əleyhissalam qeyd etdik, bugün gəncliyimizə və gənclərə ən gözəl örnəkdir, ən gözəl nümunədir. Adətən deyərlər, gənclər, gənc sözü xəzinə deməkdir. Gənc sözünün mənası xəzinə deməkdir. Niyə deyirlər, gənclər bizim gələcəyimizdir? Yəni, onlarda potensial istedad var, imkanlar var, qüdrətlər var. Bəli, bizim gələcəyimizdir. Amma bugün əslində valideynlərin, belə deyək, çox vaxt övladlarının dəyişməsindən şikayət etdiyini görürük. Məsələn, ata, ana bugün övladlarının, belə deyək də, mövzumuz Kərbəladan bugünümüzə mesajda salih övlad, salih əməl salihi olan övlad yetişdirməkdir, ona sahiblənməkdir. Gözəl övlad insanın həm dünyasına, həm də axirətinə fayda verər. Sədəqə-i cariyə hədisi var, məşhurdur. Bir neçə əməl var ki, insan dünyasını dəyişəndən sonra belə də
o atanın, ananın namı-i əmalına, insanın namı-i əmalına yazılar. Onlardan da biri vələdun salih, gözəl övladdır. Allah bu gecələrin hörmətinə övladı olmayanlara gözəl pay verməklə onları sevindirsin. Övladlarımızı da başımıza tac, gözümüzə nur, hər zaman Allah bəyənən bəndələrdən qərar versin inşallah. Ona görə dünyasını dəyişəndən sonra ata-ana, övlad yaxşı bir iş görsə, görərsən deyərlər, Allah rəhmət eləsin bunun atasına, anasına. Allah rəhmət eləsin bunu dünyaya gətirənə. Ata-ana dünyasını dəyişib gedib ha. Amma övladın gözəl əməli, insanlar arasında olan o hörmət, ehtiram, diqqəti ataya, anaya rəhmətdir. Sağlığında görən ataya, anaya təşəkkür eləyər ki, anaya, ataya təşəkkür eləyər ki, nə gözəl övlad tərbiyə eləmisən, Allah səni saxlasın, Allah içindən gələn duaları. Amma dünyasını da dəyişəndən sonra rəhmət oxutdurar. Bir sözlə Kərbəla bizə göstərdi ki, Əli Əkbər kimi övlad tərbiyə edən İmam Hüseyn əleyhissalam onun bəhrəsini elə Kərbəlada gördü və tariximizə, bu günümüzə qədər gəlib onu gətirib tarix çıxartdı. Əli Əkbər əleyhissalam İmam Hüseyn əleyhissalamın böyük övladı idi. Adətən ata-ana övladlar arasında seçim qoymaz, fərq qoymaz. Amma görürsən, bəzən övladlar içərisində biri ataya, anaya çox əziz olur. Həm müasir psixologiyada, həm də din psixologiyasında bu mövcuddur ki, gərək ata-ana hansı övladı çox istəyirsə, onu biruzə verməsin, bildirməsin. Çünki o biri uşaqların arasında qısqanclıq. Bunun bariz nümunəsi Həzrəti Yaqubun 12 oğlu içərisində Həzrəti Yusifi çox istəməsi idi. Hətta o yerə gəldi çatdı ki, qardaşları atalarının Həzrəti Yusifi çox istəmə nəticəsində onu neynədilər? Quyuya atdılar. Bir gün Həzrəti Yusif əleyhissalamı icazə aldılar özləri ilə aparalar. Yaxşı qardaş arxadır, dayaqdır, insana köməkdir. Allah o yaxşı qardaşlarımızı, dostlarımızı qorusun inşallah. Bir gün icazə aldılar, özləri oynayırdılar 11 qardaş. Həzrəti Yusifi qoymuşdular, indi burada əksəriyyəti rayon əhli bilir də, bizim 9 yaşına qədər mən özüm də getmişəm. 10 axıra gedənlər bilirlər, özlərindən bir xurcun aparırdılar, yemək götürürdülər özləri ilə. Həmin apardıqları xurcunun yanına Həzrət Yusif əleyhissalamı qoyurlar. Bir anlıq Həzrət Yusif əleyhissalam qardaşlarına baxır, 11 qardaş az deyil də. Birdən içindən keçir ki, Allah, mənim bu qədər qardaşlarım var, mənə kim neyniyər? Bir anlıq Allahdan təvəkkülünü üzdü, qardaşlarına arxayın oldu. Amma zaman gəldi, vaxt, vədə yetişdi. Elə həmin o istəkli qardaşlarının əli ilə Həzrəti Yusif nə oldu? Quyuya atıldı. Biz yaşa dolduqca bunu görürük. Dost qardaş dediyimiz, bir yerdə oturub nuş elədiyimiz, dut çörək kəsdiyimiz, bəzən görürsən ki, elə adamı arxadan elə zərbəni ən çox vuran o olur. Elə adamı, belə deyək də, xəyanət eləyən ən doğma, ən yaxınlardan görürsən. Bir sözlə, İmam Hüseyn əleyhissalamın Əli Əkbərə olan sevgi, məhəbbəti bilirsinizmi niyə daha çox idi? Çünki Bəni Haşim cavanları içərisində Peyğəmbər salavatullaha ən çox oxşayanı Əli Əkbər əleyhissalam idi. Hətta mərhum Seyyid İbn Tavus Luhuf əsərində, mərhum Ayətullah Şüştəri Əl-Xasaisul Hüseyniyyə əsərində, kitabında bu danışdığımı qeyd eləyir. İmam Hüseyn əleyhissalamdan bu hədisi nəql eləyir ki, deyir, İzəştəqna li cəddina Rasulillah, nə vaxt ki biz cəddimiz Rasulullah üçün, Peyğəmbər salavatullah üçün darıxardıq, bəzən adamın ürəyi istəyir də, Allah dünyasını dəyişən ata-analarımıza rəhmət eləsin.
Bəzən görsən sağ ikən o qədər diqqət eləmirik. Sən atadan, anadan soruşmaqdan ki, atam, anam necəsən? Hava biraz soyuq olanda ana balalarını yığır ki, balam, oğlum, qızım, necəsən? Əslində sən ondan soruşmalısan, ha? Amma ana ürəyi, ata ürəyi dözmür, yenə səndən hal-əhval eləyir. İmam Hüseyin əleyhissalam deyir, biz nə vaxtı cəddim Rəsulullah üçün darıxardıq, gəlib dayanardıq Əli Əkbərin qarşısında, ona baxardıq. Çünki əşbəhun nası xəlqən və xulqən və məntiqən ala Rasulillah. Danışığında, rəftarında, xasiyyətində Peyğəmbərə ən çox oxşayan idi. Əli Əkbər əleyhissalam barəsində bizim klassiklərimizin də yazdıqları var. Əlbəttə ki, bu günləri zikri müsibət hissəsinə toxunacam. Əziz qardaşım, Seyyidimiz Kərbəlayi Nail məddahımız da inşallah o gözəl yanqılı səsi ilə oxuyar. Amma zikri müsibət hissəsinə keçməzdən öncə Allah dahilərimizə, klassiklərimizə, Əhl-i-Beyt sevgi məhəbbətini qəlbində yaşadan bütün şairlərimizə rəhmət eləsin. O cümlədən bizim klassik şairlərimizdən Mirzə Ələkbər Sabir. Həzrəti Əli Əkbər barəsində bir şeiri var. Mən onun 3 beytin işarət edərək bunu deyib və zikri müsibətə keçid alacam. Bu danışdığımı mən vasitəsiz birbaşa Allah ruhunu şad eləsin, Hacı Ələmdar Mahirin öz dilindən eşitmişəm. Nardarandandır, 63 yaşında dünyasını dəyişib. 1950-ci il 26 mayda dünyaya gəlib, 2014-də dünyasını dəyişib. Görkəmli xalq şairi, təhqiqatçı, füzulişünas, 63 yaşında dünyasını dəyişib. O bir dəfə danışırdı. Biz 17 il Maşdağada olmuşuq mədrəsədə, həm tələbə olmuşuq, həm tədrislə məşğul olmuşuq. Bir neçə dəfə ilə məclislərdə bir yerdə olmuşuq. Deyirdi ki, mənim 25 yaşım olardı hardasa, 80-dan yuxarı bir kişidən eşitdim. Danışırdı. Bu Mirzə Ələkbər Sabir barəsində söhbət eləyəndə deyir, mənim olardı bir təqribən 25 yaşım, amma bir 80-da sahman bir kişi dedi ki, atam bir gün xır əkmişdi, qarpız xırı əkmişdi. Mirzə Ələkbər Sabir də bildiyimiz kimi 49 il ömür eləyib. Həyatını çalışın oxuyun. 49 yaşında dünyasını dəyişib. Deməli, təvəllüdü bildiyimiz kimi mayın 30-u 1862-də dünyaya gəlib, 1911-də dünyasını dəyişib, 49 yaşında. Şirvandan olub, Şirvan indiki Şamaxı. Biraz yoxsul həyat yaşayıb. Çalışın, mənim sizə bir tövsiyəm, qısaca haşiyə çıxdım. Bu sözü heç mütaliə eləyəndə nə demə fikrimdə idi, nə indi fikrimdə idi. Bəzi sözləri Allah insanın zehninə salır ki, onları söyləyək. Əgər elimizin arasında, obamızın, xalqımızın, millətimizin içərisində dəyərli insanlar varsa, ona sağlığında dəyər verin. Əgər möhtərəm bir həkim tanıyırsansa, ona hörmət elə. Əgər dəyərli bir müəllim tanıyırsansa, onun hörmətin sağlığında, bir ruhani tanıyırsansa, öləndən sonra yaxu cırma, üzü cırma, başına vurma, gecdir əzizim. Əgər möhtərəm bir insan tanıyırsansa, var gücü ilə onu tanıt. Bu yaxşı insanı hamı tanısın, ona hörmət eləsin. Dövrünün ən dahi nəhəng şairlərindən olan Şamaxıda yoxsulluqdan əziyyət çəkir, üz tutur Abşerona, günəmuz dişləməyə, onun bunun qapısında, onun bunun xırını qulluq eləməyə, əkin. Təbii ki, işləmək eyibdir,
Amma hərdən adam heyfslənir ki, axı o qədər istedadlı bir adam, o qədər potensial imkana malik olanı xalq, millət niyə əlinin içində saxlamasın? Saxlamasın bir yana, bəzi sözlər qoşanlar, dastanlar barəsində danışanlar. Bir sözlə əl-qissə, əl-qərəq tövsiyəm budur ki, yaxşı insanlara sağ ikən dəyər verin, qiymət verin. Sabir də, Mirzə Ələkbər Sabir bu rəhmətli gəlir, bu Abşeronda bunu Hacı Mail danışır. Deyir ki, o kişi dedi ki, bu Mirzə Ələkbər Sabir ona kömək eləyirmiş atasının xırını əkməyə. Söhbət düşür İmam Hüseyndən, Əli Əkbərdən. Mirzə Ələkbər Sabir danışanda görür ki, bu qarpız əkən bu xırçı ağlayır, gözü dolur. İmam Hüseynin adı gələndə, Əli Əkbərin adı gələndə görür ki, bu İmam Hüseyn aşiqidir. Görür bu Əli Əkbər aşiqidir. Mirzə Ələkbər Sabir hələ bu xırçı bunu şair kimi tanımır. Bunun bu istedadlarını bilmir. Eyni dövrdə yaşayıblar. Burada bizim dil ədəbi alimimiz var, Seydimiz uzun illərdir xalqımıza, millətimizə indi gördüm ziyalılarımız var. Onlar daha gözəl bilir. Mirzə Ələkbər Sabir Seyd Əzimlə eyni dövrdə yaşayıb. Qəbri də hər ikisinin də elə Şamaxıdadır. Aramızda Şamaxıdan olanlar və ya olmayanlar, ziyarət edənlər bilirlər. Deməli, Seyd Əzim Şirvani daha çox şöhrət tapmışdı bu şeiriyyatda, qəzəliyyatda. Mirzə Ələkbər Sabir bu xırçıya deyir ki, mən birdən əgər Əli Əkbərdən bir şeir yazsam, bu xırdan mənə nə verərsən? Ta günəmuzda pul almır, biraz zirəklik eləyir də. Deyir, bir görür Əli Əkbər aşiqidir, danışanda elə gözündən yaş axır. Deyir, əgər Əli Əkbər barəsində bir şeir yazsam, bu xırdan mənə nə verərsən? Deyir, buradan Allah nə məhsul versə, bunun 3/4 sənə verərəm, birin özümə götürərəm. Eşqinə bax, bilmir Allah nə verər, nə qədər verər. Deyir, 3/4 sənə verərəm, birin özümə götürərəm. 2 gün çəkir, bu uzun bir şeirdir. Mən 3 bəndini ta gecə Əli Əkbər gecəsidir və Əli Əkbər barəsində yazıldığına görə İndi o beyti oxumazdan öncə bu hissəsini deyim, çünki o qəmli hissəsindən ta Kərbəlaya keçid alacam deyə. Bu 2 gündən sonra bu şeiri yazır, gətirir həmin o qarpız xırı əkənə oxuyur. O qulaq asır, deyir, mən ədəbiyyat üzrə mütəxəssis deyirəm. Mən bilmirəm ki, sənin bu şeirüvə mənim bu xırımın 4/3 dəyər dəyməz, verə bilərəm yoxsa yox. Deyir, onda yoxlamaq, bilmək istəyirsənsə, bunu göndərək Seyd Əzimə. Çünki həmin dövrdə bu şöhrət tapmışdı. Göndərək qiyməti o versin və hadisəni də dəyər dəyməz. Bu olduğu kimi yazıb göndərirlər. Bir həftədən sonra Seyd Əzim Şirvanidən cavab mesajı, məktub olaraq deyir, boş bir vərəq, bir də lələk göndərir. Bu o mənanı daşıyır ki, Seyd Əzim Şirvani deyir, daha bu sözdən sonra mən nəsə yaza bilmərəm. Və hətta bəzi yerdə dahi mütəfəkkirlər deyir ki, bu şeirdən sonra Seyd Əzim Şirvani mərsiyə janrını həvalə eləyib Mirzə Ələkbər Sabirə ki, daha bu beytdən sonra, bu şeirdən sonra mən mərsiyə yazmaram. Elə bir hikmətli sözləri var. Orada belə bir beyti keçir, mətlə beyti, o şah beyti başlanğıcı misra belədir ki, baxdı çün Əkbərinin nizədə Leyla üzünə, gördü zülfü tökülüb çün şəb-i Yeldal üzünə. İlk misrasıdır, vəsf eləyir. Mən məclisimizdə və bizi izləyənlər arasında cavan övladını əlindən verən analarımdan dönə-dönə üzr istəyirəm. Dönə-dönə üzr istəyirəm. Burada bəzi beytlər var ki, o analarımızın qəlbini yandırar, onların qəlbinə. Əgər bizi izləyənlər arasında, məclisimizdə əgər şəhid valideynləri, ataları, xüsusilə anaları varsa məni üzürlü bilsinlər. Deməli, vəsf eləyir,
Baxdı üçün Əkbərinin nizədə Leyla üzünə. Nə qədər ağır olar. Bəzən evimizdə bir körpə balamız naxoşlayanda rahatlığımız olmur. Amma əsirlər karivanını aparırlar gecə zülmət qaranlıqda. Allah ruhun şad eləsin, Allah ruhun şad eləsin. Gör necə vəsf eləyir. Deyir, əsirlər karivanı gedir. Əli Əkbər başını niziyə vurublar. Leyla da anasıdır. Gör, ana üçün nə qədər ağır olar ki, o namərdlər, məlunlar görün nə qədər zülm eləyib Əhl-i Beytə ki, başlarını kəsiblər bir yana, niziyə vurublar, gözləri qabağında aparırlar. Baxdı üçün Əkbərinin nizədə Leyla üzünə. Başını kəsib vurublar niziyə, anası Leyla nizədəki kəsik başa baxır, gördü zülfü tökülüb çün şəbi yelda yüzünə. İldə şəbi yelda bir gecədir, o payızın ən uzun gecəsi və ən zülmət qaranlıq gecə. Deyir, ana baxdı ki, o zülmət qaranlıq gecədə o kəsik baş parlayıb, ay təki, nur saçır və saçları da tökülüb üzünə. İndi bu şairin həm vəsfidir. Gəldi şurə, dedi, ey şəbi-şəbistanım oğul, yetmədin kam-ı muradə məhitabanım oğul. O, görərsən o atalar, analar ki, övladına arzu eləyər, toy eləmək, o bu saatını görməyə. Əli Əkbəri də anası bu cür vəsf eləyir. Deyir, yetmədin kam-ı muradə məhitabanım oğul, həsrətim dildə qaldı. Həsrətim dildə qalıb, çıxmadı bu canım oğul. Gəlməyəydi anun, ey kaş bu dünya üzünə. Leylanın dilindən vəsf edir, deyir oğul, kaş anun heç dünyaya gəlməydi, sənin bu mənzərəyi də görməydi ki, başı vurublar, niziyə aparırlar, mən də sənin bu halı görürəm. Deyir, bunu görəndə xanım Leyla başladı hönkür-hönkür ağlamağa, oğlunun o kəsik başını nizədə görməsinə və həmin anda dedilər, kimdir bu övrət bizim nalan eləyən, yoxsa Leyladır bu Məcnun kimi əfğan eləyən, Leyli Məcnundan Leylanı gətirib Misraya. Deyir, dedilər ki, olmaya bu Əli Əkbərin anası Leyladır. Səni ey tazə cavan, qanına qəltan eləyən. Elə bil ananın dilindən Əli Əkbərə deyir ki, ey tazə cavan oğul, ey səni qanına qəltan eləyən. Necə məhşərdə baxar Həzrəti Zəhra üzünə. Deyir ki, o cavan balamı ki qətl eləyiblər ha. Bu qiyamət günü məhşərə gələndə anamız Zəhranın üzünə o necə baxar? Sabira, Sabira, hər il əza saxla Əli Əkbərə sən, Kərbəlada gedib ağla o şahi davərə sən, gəl qiyamətdə bu cəm ilə səfi məhşərə sən, qalma həsrət iki dünyada bu Mövla üzünə. Bu misraları yazır. Bir sözlə İmam Hüseyin əleyhissalam o an idi ki, Kərbəlada bir anlıq qəlbimizi götürək, gedək Kərbəlaya. O an idi ki, Əli Əkbər əleyhissalam gəldi. 72 şəhid içərisində 18-i İmam Hüseynin öz ailəsindəndir. O 18-in içində də ən birinci şəhid olan Əli Əkbərdir. Deyir, gəldi atasının qarşısında dayandı, deydi, ya əbəta, o qeyrətli oğul, qeyrətə qurban olum ya Əli. Gəldi, dedi, atacan, mənə çox ağırdı, başqaları şəhid olub, amma mən hələ qalmışam. Mənə icazə ver, mən də gedim vuruşum, mənə icazə ver, mən də gedim. İmam Hüseyin əleyhissalam baxdı oğlu Əliyə, dedi ki, oğlum Əli, axı mən cəddim Rəsulullahın iyisini səndən alıram. Babam Rəsulullahın qoxusunu səndən alıram. Onun üçün qəlbim darıxanda mən gəlib səni bağrıma basıram. Və o anda tarix yazarlar yazır ki,
Əli Əkbər əleyhissalam atası İmam Hüseyndən icazə istəyəndə dedi ki, oğlum, get anondan icazə al. İffətli, ismətli Leyla İmam Hüseyn əleyhissalamı o cür çarəsiz görəndə oğluna izni meydan verir və meydana gedir. İmam Hüseyn əleyhissalamla vidalaşandan sonra kənarlaşanda İmam Hüseyn əleyhissalam buyurur, ya bunəyyə, yəğurru aleyyə və la firaquk. Buyurur ki, oğlum, sənin ayrılığın mənə çox çətindir. Çünki elm imaməti ilə bilirdi ki, bu gedişin geri dönüşü yoxdur. Mən sizi anda verirəm bizi yaradan Allaha. Ata ola, ana ola fərq eləməz. Hər gün evdən çıxanda oğlu, balı yola salırsan, amma indi bilirsən bu gediş bir gedişdir ki, qayıdışı yox. Onu necə yola salarsan? O gediş ki, daha bilirsən qayıtmayacaq. Onu necə yola salarsan, necə sağollaşarsan? Əli Əkbər əleyhissalam buyurdu ki, atacan, mənim üçün çox ağırdır. Və əntə fəridun beynəl əda, sən düşmənlər arasında tək qalmısan. La nasirə ləkə və la mu'inə lək, səni çağırdılar, amma köməyyə gəlmədilər. Ata, mən gedirəm, şəhid olsam da, amma səndən nigaran gedirəm ki, sən bunların arasında tək qalmısan. Ruhi li ruhikəl fida, ata canım sənə qurban olsun. Ata, kaş neçə canım ola, hər birini sənə qurban edərəm. Ata, oğul sağollaşırlar. Buyurur, və nəfsi li nəfsikəl vüqa, ata, canım sənə, ruhum sənə fəda olsun. Tarix yazarlar yazır, Əli Əkbər əleyhissalam meydana rəcəz oxuyur. Amma o məlunlardan bir neçəsini qətlə yetirəndən sonra xeymələrə doğru İmam Hüseyn əleyhissalam hər təllin üstündən Əli Əkbərə baxdıqca o belə bir deyim var. Aramızda yenə üzr istəyirəm cavan oğlunu əlindən verənlərdən. O deyərlər, oğul ölümü bel bükər, qardaş ölümü bel sındırar. O qəhrəman-ı Kərbəla, müsibətlər anası Zeynəbin gözü, anasının yadigarı İmam Hüseyndə idi. Hər meydana baxanda görür ki, İmam Hüseyn əleyhissalamın vüqarı, çiyini, beli bükülüb. Gəlib təsəlli verərdi, deyərdi, anamın yadigarı, qardaşım, təsəlli verərdi, bacı qardaş köməyi gələnləri yox. Odur ki, bu dünya doğrudan da elə dağlası dünyadır. O an idi ki, ikinci dəfə o ki, xeymələrə doğru gələndə, gələ-gələ Əli Əkbər dedi, əl-ətəş ya, ata susuzumdan yanıram. İsti hava, neçə gün, 3 gün susuz halətdə qalıblar. Su tapanda da o körpələrə verirdilər ki, ağlamasınlar. Dedi, əl-ətəş ya, əbətə, gəldi atası İmam Hüseynə. İmam Hüseynə yaxınlaşanda tarixdə var, buyurdu oğlum, hati lisanək. Dedi, oğlum, dili yaxınlaşdır. Yaxınlaşanda baxdı, gördü o qoca atanın, o çarəsiz, köməksiz qalan imamın dodaqları çartlayıb susuzluqdan par. Dedi, oğlum, əgər suyum olsa verərəm, məni bağışla ki, məni bağışla ki, sənə verəcək bir suyum yox. Qol boyun olurlar, bağırına basır. Orada bilir ki, bu ikinci dəfə gedişdə qayıdış olmayacaq. Buyurur, oğlum Əli, ged onunla vidalaş. Gəlir xeymiyə, ədəbinə bax, İmam Hüseyndən həya eləyib xeymədən çıxmazdı. İffətinə bax, ismətinə. Analarım gözəl bilər, balalarını onlar yaxşı oxşayarlar. Deyir, gəlir qol boyun olur, çıxmaq istəyəndə, deyir, oğlum, hara tələsirsən? Axı, mən sənin boyundan doymamışam. Axı, mən sənin qamətindən doymamışam. Oğlum, hara tələsirsən? Əli Əkbər rəcəz oxuyaraq anası ilə vidalaşır. İmam Hüseyn əleyhissalamla sağollaşıb gedəndə o məzlum imam, o çarəsiz imam buyurur ki, ya bunəyyə, məhləm məhla, oğlum Əli, tələsmə, aram, get oğlum, qoy gedişvəy baxım.
Qoy boyuma baxım oğlum. Ahəstə, ahəstə, amma bir an o an oldu ki, Mövla İmam Hüseyin əleyhissalam baxırdı. Deyir, atın üstündə nə qədər oğlu əlini görürdü, vüqarın saxlayırdı. Amma elə ki, atdan yerə yıxılanda, xanım Zeynəb deyir, gördüm qardaşım Hüseyin istəyir Zülcənaha savar ola. Nə qədər eləyir, ata minə bilmir. Dedim, anamın yadigarı, niyə Zülcənaha savar ola bilmirsən? Buyurdu ki, bacım, anamın yadigarı öldü Əkbərim, şəhid oldu Əkbərim. Taqətim, gücüm, qüvvətim getdi. Deyir, baxardı o at xeymələrə gəlmə tərəfinə, atdı. Burada əzizlər bilirlər, o həyəcandan özünü vurur qoşuna doğru. O namərdlər, məlunlar, zalimlar qoşunun içə hərə bir xəncər vurur, hərə nizə. O ki, hədislərdə var, fəqəttəuhu irbən irba. İmam buyurur, hədislərdə də var, yeganə şəhid Əli Əkbərdir ki, onu tikə-tikə doğramışdılar. Deyir, o məzlum imam, İmam Hüseyin əleyhissalam, ata üçün, ana üçün nə qədər ağır olar. Bir övladının cəsədi üstə gəlir, son sözlərimdir, qardaşıma təhvil verəm. Deyir, gəlir Əli Əkbərin başı üzərinə, görür cəsədi tikə-tikə doğranıb. Orada əlini açır, deyir ki, ya vələdi, oğul, qətəlallah mən qətəluh. Allah qətlə yetirsin onları ki, səni qətlə yetirib. Oğlum, ələfə ba'dəkə ələd dünya. Oğul, kül olsun səndən sonra bu dünyanın başını. Ya vələdi, oğlum Əli, ələfə ba'dəkə ələd dünya. Səndən sonra kül olsun bu dünyanın başını. Deyir, bəzi şəhidləri İmam ya qolunun üstündə gətirərdi. Bəzilərini Həzrəti Qasım keçən gecə dedik, sinəsinə, bağırına basıb apardı. Amma Əli Əkbər o namərdlər elə tikə-tikə doğramışdı. Nə sinəsinə basa bildi, nə qolunun üstündə götürə bildi. Deyirlər, İmam Hüseyin əleyhissalam o balası Əli Əkbəri əbanın arasına yığdı, o tikə-tikə olan. Dedi, oğluma avarə qalmışam, bilmirəm, durum ya oturum, gedim. Aparım sən onun Leyla'ya necə verim ki, bu sənin oğlun Əli. Əkbəri ömrümün baharı, ay əsən qəlbimin nigarı. Eyləyib sinir üstə oxlar, açava qüssəlalə zari. Göz yaşın öz cəmalıma hey ələrə. Göz yaşın cəmalıma hey ələrə. Get bala, get dalınca mən də gələrəm. Get bala, get dalınca mən də gələrəm. Balam laylay, balam laylay, hamı məndən desin. Balam laylay, balam laylay, anasının da dilindən mənim ana bacılarım desin. Balam laylay, balam laylay, səs ver, balam laylay, balam laylay, yola saldı Əli Əkbəri. Allah heç bir açanın qəlbinə bala dağı vurmaz. Burada əlindən oğul verənlər var, balasını öz əlinə qəbrə qoyanlar var. Onların ürək dağına mənim canım qurban. İmam
Hüseyin ağa yola salır Ali Ekber'i. Amma ne eyledi dedi Ali, yavaş git bala, koy aton doyunca baksın sana bana. Kabağımda yeri bala, güzel bala beni dedi balam. Cebir kol boyun ola, gel bir kucaklaşak bala. Bastı bağrın Ali Ekber'in, bastı bağrın Ali Ekber'in. Amma qeyd elədi əziz ustadım, bir dəfə meydandan qayıtdı xeymələrə. Allah heç bir atanı bala yanında xəcalət eləməz. İmam Hüseyin ağa elə xəcalət qaldı, dedi atacanı əl açar. Atacan dodaqlarım yanır, ciğerim yanır ay dede. Susuzluk beni haldan salıp ay atam. Niledi dedi bala, dilimi yakınlaştır dodağım. Ama yakınlaşanda gördü İmam Hüseyin ağa özdeyle susuzdu. Dedi atacan, susuz dodaqları var benim canım kurban. Ama bir vaxt oldu, meydandan yana yana belə səs gəldi. Ya əbəta, atacan yıkılmışam yere, yıkılmışam yere. Tarih yazır elə surət ilə gəldi meydana. 7 qədəm qala sürünə sürünə gəlir Ali Ekber'e. Sürünə sürünə gəlir balasına dərə, vay bala. Şimdi peyğəmbərə bozuyam balam, gözəl gözlü balam, sərvi qamətli balam. Allah nə gördü? Qət'aluhu irban, irban. O qədər vurmuşdular Ali Ekber'i. Para para olmuşdu o cavan Ali Ekber. Üzün koydu Ali Ekber'in üzüne. Dedi bala, düşməni güldürmə mənə. Ömer sen gülür mənə ay bala. Durup ellerimi belimde koyma ay bala. Ay bala. Allah heç kimi ərsədə tək koymasın. Burada oğlun elinden veren atalar var. Ben bilirəm oğlu ölen dedenin elinden tutarlar. Oğlu ölen atanın elinden tutarlar. Koymazlar tek qala, onun dostları yanın yörəsini alarlar. Koymazlar heç öz balasını özü dəfn eləsin. Amma İmam Hüseyin ağa elə məzlum qaldı. Dedi oğlum, senden sonra bu dünyanın başına kül olsun bala. Güzel balam, nazım bala, tuzum bala. Ay benim peygambere benzeyen balam. Gördü bir el değdi çiynine Hüseyin. Hüseyin dur gedey, dur gedey. Düşman gülür bize, dur gedey. Gıyretine kurban oğlum ay evvelmez. Hüseyin dur gedey, dur gedey, dur gedey. Oğulsuz dedenin kolundan tuzi. Gördü Allah dizlerinde takat kalır vay.
Kərbəlanın o cavanları yığdılar bir əboya, Əli Əkbərin para olan nəşin gətirirlər xeymələrə. Ay şəhid anaları, görmüşük hər zaman şəhidin cənazəsi evə gələndə əvvəl anası gələr qabağa. Elə lay lay deyər, hamını ağlar qoyar. Hanım Leyla gəldi qabağa, dan ulduzum əli lay lay. Dadım duzum bala lay lay. Bala dur başıma dolanım bala. Anan ölsün bala, sana kurban olum ay bala, ay bala, ay bala. Allah heç bir atanın ürəyinə bala dağılır. Bizim əziz hacımızla bir gün gördük. Bilmirəm, bəlkə də atamız buradadır. Bu heyətdə bir cavan uşaq var idi. Qoy onun da yad eləyək, onun da anlayacaqsı. Cavan məclisidir, nocavan məclisidir. Bütün cavan balalarımızı yad eləyək. Onun atası gəldi, Hacı ilə əlləşmişdi, gəldi. Gördüm qapının yanında Hacı ilə bir diyaloğunun şahidi oldum, dedi Hacı, balamın qara köynəyi gətirmiş. Hacı, balamın köynəyi gətirmişəm, baxa bilmirəm. Mənim balam da bu heyətdə sinə vururdu, Hüseyin ağlayırdı. Onun qara köynəyinə baxıram, ürəyim yanır. O qədər ağladı. Allah heç bir ataya göstərməsin cavanlığı. Heç bir ataya göstərməsin cavanlığı. İmam Hüseyin əleyhissalamın qəlbində oğul dağı ki var idi. Bir nəfər yatdı, gördü İmam Hüseyin əleyhissalamın bədənində ox yaraları, nizə yaraları tamamən quruyub. Dedi, siz o göz yaşlarınızdır mənim bu yaralarıma, bu nizə yaralarına, ox yaralarına məlhəmdir. Amma dedi, ürəyimdə bir dənə yara var, o qiyamətə qədər sağalım var. Dedi, ağa səni başıma dönüm, ürəyimin qadasını alım, ürəyimin yarasına mənim canım qurban. Nədir o yara? Dedi, o mənim balam Əli Əkbərin yarəsidir, qiyamətə qədər sağalmaz. Səslə ya Hüseyin, mən səndən artıq aşiq idim, Əkbər oğlu. Allah cavab verir. Hüseyin, mən səndən artıq aşiq idim, Əkbər oğluma. Taha şəbihi xəlqən o xulqən yaratmışam Hüseyin. Çox çəkmək məladidir, ot vurma hər şibəyə. Əkbər sənin balandır, vəli mən yaratmıyam. Mənim göydə mələklərim dağlayır Əkbərə, Peyğəmbər dağlayır bu balaya. Əllərin qoydu ürək başına, dedi oğul şənim ilahidir, amma mən sındıramıram. Əkbərim ölübdür başıma, amma vuramıram. Əli qundaq içində 7 səmanı gəzəm mənəm. 7 qədəm sürünməyəm ay bala, ayağa duran birəm ay bala.
Ses verin ya Hüseyin. Ya Abu Abdillah, Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Hayda şey Hüseyin'im vay, Hüseyin'im vay, Hüseyin'im vay. Ey bir kefen Hüseyin'im var, Hüseyin'im nur eynim var. Ey bir kefen Hüseyin'im var. Sen öldün düşmanın kaldı. Seni öldürdü Kamal'dı. Üzü üstə nədən saldı. Sinün üstə yaran çoxdur. Tamamen nizəvi oxdur. Öpəm bulsa yeri yoxdur. Səni yad eylərəm qardaş. Ölüncə ağlaram qardaş. Yaramı bağlaram qardaş. Gərək qan ağlasın Zeynəb. Bu sinə dağlasın Zeynəb. Ölüncə ağlasın Zeynəb. Yaraların axar qanı. Eder günnar meydanı. Bacın ölsün başın hali. Adamsız Zeynəbəm qardaş. Qardaşsız Zeynəbəm qardaş. Oğursuz Zeynəbəm qardaş. Allah Allah bu Hüseyin kimdir belə şahlıq edir. Allah Allah bu Hüseyin kimdir belə şahlıq edir. Baxıb Allah sözünə aləmə sultanlıq edir. Baxıb Allah sözünə aləmə sultanlıq edir. Aləmə sultan Əbi Abdillah. Can sənə qurban Əbi Abdillah. Aləmə can sənə qurban Əbi Abdillah. Bir də aləmə can sənə qurban. Allah bu Hüseyin kimdir ki gün tək
dolanıb batmayacaq. Həşrətə izindədir qara ələmi yatmayacaq. Bu Hüseyn kimdir ki gün tək dolanıb batmayacaq. Həşrətə izindədir qara ələmi batmayacaq. Bu Hüseyn kimdir ki eşq əhlinə peyğəmbər idi. Elə rəhbərdir ki sərnizə ona mənbər idi. Aləmə sultan Əbi Əbdillah, aləmə can sənə can sənə. Bir də təkrar aləmə sultan, aləmə sultan Əbi Əbdillah, aləmə sultan Əbi Əbdillah. Can sənə qurban, can sənə qurban Əbi Əbdillah. Bu Hüseyn kimdir ki ləbxəndi vurur qatilinə. Neçə yol var yoxunu bəzl elədi sailinə. Bu Hüseyn kimdir şəfaət tacına layiq olur. Bu Hüseyn kimdir şəfaət tacına layiq olur. Eşqi xəlq eyləyən Allah da buna aşiq olub. Aləmə hamı bir də aləmə can sənə qurban Əbi Əbdillah. Nə qədər səsim vardı. Aləmə sultan bir də aləmə can sənə qurban. Qolları aç. Dillah bu Hüseyn kimdir ürəkdə hamı ondan danışır. Bu Hüseyn kimdir ürəkdə hamı ondan danışır. Gəl birindən küsə Zəhraya görə tez barışır. Gəl birindən küsə Zəhraya görə tez barışır. Bu Hüseyn kimdir Yezidin işini səxt elədi. Bu Hüseyn kimdir Yezidin işini səxt elədi. 3 yaşında qızı Hind oğlunu bədbəxt elədi. 3 yaşında qızı Hind oğlunu bədbəxt elədi. Aləmə sultan Əbi Əbdillah. Ay maşallah. Aləmə sultan Əbi Əbdillah. Can sənə qurban Əbi Əbdillah. Bir də can sənə qurban Dillah. Bu Hüseyn kimdir ki gün tək dolanıb batmayacaq. Bu Hüseyn kimdir ki gün tək dolanıb batmayacaq. Həşrətə izindədir qavra ələmi batmayacaq. Vay vay Hüseyin vay. Ey ələmi qara batan. Fərəz kərarında yatan.
Ey Zeynep'i esir olan. Ey Zeynep'i esir olan. Rüqayyəsi susuz qalan. Vay vay Hüseyin var. Oy Allah Allah Ekberim can istedi. Allah Allah Ekberim can istedi. Qanlı gözlər əhd o peyman istedi. Qanlı gözlər əhd o peyman istedi. Allah Allah Ekberim can istedi. Allah Allah Ekberim can istedi. Qanlı gözlər əhd o peyman istedi. Qanlı gözlər əhd o peyman istedi. Gözəlim can verir Allahu Ekber. Yarəsi qan verir Allahu Ekber. Gözəlim can verir yarəsi qan verir. Gözəlim can verir Allahu Ekber. Gözəlim can verir. Təfir ver vur mənə. Gözəlim can verir Allahu Ekber. Gözəlim yarəsi qan verir Ekber. Yarəsi qan verir Allahu Ekber. Yarəsi qan verir Allahu Ekber. Can verir cananına can sahibi. Can verir cananına can sahibi. Gül solur ağlar Gülistan sahibi. Gül solur ağlar Gülistan sahibi. Al balamın kanını kan sahibi. Al balamın kanını kan sahibi. Nehzeti el hakkı Kur'an istedi. Nehzeti el hakkı Kur'an istedi. Gözəlim can verir. De görün gözəlim can eşqilədir. Yarəsi qan verir. Hamı mənim səsimi eşidən hamı deyək. Allahu Ekber. Yarəsi qan verir Allah. Bir də təkrar gözəlim can verir. Allahu Ekber. Gözəlim can verir. Allahu Ekber. Yarəsi qan verir Allahu Ekber. Yarəsi qan verir Allahu Ekber. Can verir Peyğəmbərə bənzər balam. Nuri eyni saqeyi Kevser balam. Can verir Peyğəmbərə bənzər balam. Nuri eyni saqeyi Kevser balam. Gül balam, ətər balam, Ekber balam. Gül balam, ətər balam, Ekber balam. Gül balam, ətər balam, Ekber balam. Qanə qəltan sirri ürfan istədi. Qanə qəltan sirri ürfan istədi. Gözəlim can verir Gözəlim can verir Allahu Ekber. Yarəsi qan verir Allahu Ekber. Yarəsi. Bir də bundan da olsa inşallah deyəcəksən. Gözəlim can verir Allahu Ekber. Gözəlim can verir Allahu Ekber. Yarəsi qan verir Allahu Ekber. Ləblərindən nəğmeyi Qur'an gəlir. Ləblərindən nəğmeyi Qur'an gəlir. Xəncər üstən nizə bu peykan gəlir. Xəncər üstən nizə bu peykan gəlir. Oğlumun, 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 oğlumun Allah başından qan gəlir.
Oğlumun Allah başından kan gelir. Oğlumun Allah başından kan gelir. Bir belə həngamə iman üstədi. Bir belə həngamə iman üstədi. Gözəlim can verir. Verir Allahu Ekber, arası kan verir. Uca güzelim can verir Allahu Ekber, güzelim can verir. Yarası kan verir, yarası kan verir Allahu Ekber. Kimdi evvel fez başına alemi vala dolanır. Fakr eleyer Zeynep'una başına dünya dolanır. Başına dünya dolanır. Hansı gurur hum belə mavlası var de. Hansı gurur hum belə mavlası var. Şiyeler Şiyeleri Hazreti Bası var kimdi evvel fazli Ali. Alemi alem dolanır. Kimdi evvel faz başına alemi vala dolanır. Fakr eleyer Zeynep ona başına dünya dolanır. Başına dünya dolanır. Kaş ona Kerbela'da mehman olum evvel fez. Eller ver ne geldi kurban olum evvel fez. Hansı gurur hum berem o eşkine. Hansı gurur hum berem o sevar şiirleri Hazreti Bası var şiirleri Bası var. Kimdi Ali'nin balası, kimdi Ali'nin balası. Aleme oturdu veli kardeşi dövran yatacak. Yatmaz ebel fezlelemi, yatmaz ebel fezlelemi. Gözlerimiz azade yaşkan olar ebel fez. Kaş sənə canlarımız kurban olar ebel fez. Hansı guruhum beləm o sidə vur. Akşama hazırlaş. Şiireleri Hazreti Abbas var. Şiireleri Hazreti Abbas var. Kimdi evvel Fazli Ali Zeynep'e bağlı peridi. Kimdi evvel Fazli Ali Zeynep'e bağlı peridi. Erşe fakat baş ucalar. Her kim onun nökeridir. Her kim onun nökeridir. Vesfi güzel cemale kurban olum ebel fez. Kaş sənə canlarımız kurban ola ebel fez. Gördük de o meydanı Zeynep dedi ki, gördük de o meydanı
deyir, Müslim də deyir, Nəsrani deyir, Hür hətta deyir. Ləbbeyk Hüseyn, ləbbeyk, ləbbeyk Hüseyn. Kərbəla qanə batıb sərvərdin teşnə yatıb olub bəla, yanıb təla, qutləl Hüseyn bir Kərbəla, olub bəla, yanıb təla, qutləl Hüseyn bir Kərbəla. Ya Hüseyn, Mevla Hüseyn, ağlar sənə dünya Hüseyn. Ya Hüseyn, Mevla Hüseyn, ağlar sənə dünya Hüseyn. De ya Hüseyn. Hüseyn, ya Hüseyn. Hüseyin nur ucalı, bah ucalı, nur ucalı, bah ucalı, neydə susuz şah ucalı, neydə susuz şah ucalı, başı gəzib neyzələri, ərşə qızıl mahucalı, başı gəzib neyzələri, ərşə qızıl mahucalı. Ya Hüseyn, Mevla Hüseyn, aləm sənə qurban Hüseyn. De! Hüseyin, bir de yorulma ya Hüseyin. Alem sana Han Hüseyin ya Hüseyin. Alem sana kurban Hüseyin, kelime gel dua eder. Sen olmasan değil ne var, sen olmasan değil ne var, sen olmasan değil ne var, sen olmasan değil ne var. Bu bela, şer bu bela, qana batım, qana batım, qoşun sönüm, ələm yatım, ələm yatım, nalə səsi, ərşə çatım, nalə səsi, şərvərimiz, tənha yatım, şər bu bəlal, qana batım, qoşun sönüm, ələm yatım, nalə səsi, ərşə çatım, şərvərimiz, tənha yatım. Ya Hüseyin, Mevla Hüseyin, alem sana kurban Hüseyin. De bunu. Ay Hüseyin diyen dillerimize ben kurban. Kurban Hüseyin, size edirəm bir vəsiyyət. Size edirəm bir vəsiyyət. Kəfənə bunu kəli bükəndə, elə ki məzara qoydular, mədənimə torpaq dökəndə, mədənimə torpaq. Hamı əzbər bilirdi, sizə edirəm bir vəsiyyət. Kəfənə bunu kəli bükəndə, elə ki məzara qoydular, mədənimə torpaq dökəndə, mədənimə torpaq dökəndə. Əvvəl oxuyun susuz ağamın rozəsini. Eşitdim Hüseyin var səsini, eşitdim Hüseyin var səsini. Biraz kəfənə yadınıza salın qürbətini, yadınıza
yaza salın qürbətini Hüseyin Əllərimi qaldırdı Ya Əbadillah Bu əllərə nəzər elə girən Bu əlləri tezlikdən ərməyində Kərbəla ziyarətinə bax Vay Hüseyin Vay Başıma qaraşa bağlayın Kəfənə baxıb dil dağlayın Kəfəni olan köhnə əsir Yaralı Hüseynə ağlayın Yaralı Hüseyn ağlayın Ərbab o gecə mənə ola mehman gələcək Yanıma ləbət şan gələcək Yanıma ləbət şan gələcək Tək qoymayacaq Bilirəm o gün nökərimi Başıma çəkər əllərini Başıma çəkər əllərini Bir eşq-i Hüseyin uca deyək Hüseyin Vay Can ya Əbadillah Vay Başa çatıb ömrüm əzaya Gəlib ürəyim hey nəvaya Başa çatıb ömrüm əzaya Gəlib ürəyim hey nəvaya Kəfənim içində döndərün Mənim üzümü Mənim üzümü Nə yazın qəbrim daşına Yazıla Hüseyin ağlayanı Ağanın ürək dağlayanı Qəbrimdə demə Qərib ağama ağlayaram Ağama əza saxlayaram Ağama əza yaram Hüseyin Uca Hüseyin İnşallah aram Ay sənə ya Hüseyin sözümüz var Sözümüz var Sözümüz var Bu şeş kuşana Gözümüz var, gözümüz var Sana ya Hüseyin Sözümüz var, sözümüz var Sözümüz var Muşeş kuşada Gözümüz var, gözümüz var Arzu etmiştim Nasip ola mənə də Bətül Ona olun sənə Eyləyim təzir Salam verim sənə Bu ərqəyində Bu ərqəyində Dostlarım gəldi Bu qanlı torbağa Eyləmişdim ki Salırmadım baba Qaldı kərbanə Gözüm baxa baxa Bu ərqəyində Bəyində Sənə ya Hüseyin sözümüz Ay Hüseyin'e söz olan mı? Ay yüreğinin derdin diyen mi?
guşədə gözümüz var. Gözümüz var nəhri ərqəmdə, batanaya salam kaş əbəl fəzlə. Yenə qonaq olan Kərbəlasız mən, axı necə qalam bu ərbəyində, bu ərbəyində. Kaş gəlib Nuhə deyərdim Əkbərə, kaş gəlib lay lay salardı məsələ. Olmadı qismət mənə bu mənzərə, bu ərbəyində. Sənə ya Hüseyn sözümüz var, sözümüz var. Bu şeş kuşədə gözümüz var. Yorulma uca denən sənə ya Hüseyin. Ağa bu əllərə nəzər elə. Hərəmində göz olanlar var ağa. Gözümüz var qəbri şeş kuşə, bu səbri sındırar əsrətin canman. Məni usandırar şöleyi ahi, cahanı yandırar bu ərbəyində, bu ərbəyində. Tək deyilsən sən. Sənə ya Hüseyin sözü uca uca ay Ərbəyini istəyir, ay Kərbəla istəyir, uca deyil. Şeş kuşədə gözümüz var, sənə ya Hüseyin sözümüz var. Bu şeş kuşədə var, gözümüz var. Mevlana ya Hüseyin, 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 Mevlana. Tez tez bırak Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin. Aldım dərdə dəva, ismin qəlbə şifa. Sən təkcə ağa, canlar sənə fəda. Aldım dərdə dəva, ismin qəlbə şəfa. Sən təkcə ağa, canlar sənə fəda. Mevlana ya Hüseyin. Hamının səsi döl bu. Axır nohəmizdir inşallah. Mevlana ya Hüseyin. Uca! Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin. Her bir gün Aşura, her bir yer Kərbala. Her bir gün Aşura, her bir yer Kərbala. Sən təkcə ağa, canlar sənə fəda. Mevlana ya Hüseyin. Uca Mevlana ya Hüseyin, Mevlana, Mevlana
Hüseyin. Yoruldun? Ya Hüseyin, doğrandı Ekber'in, oxlandı Əsğərin, canı verdin dinə, yaşasın Peyğəmbərin. Ətşan qaldı ləbin, ta yaşayır məktəbin, gözləri qan ağladı, təll üstə Zeynəbin, Mevlana ya Hüseyin. Hamı bir vursun inşallah. Mevlana ya Hüseyin, Mevlana Hüseyin, Mevlana ya Hüseyin. Doğrandı Ekber'in, oxlandı Əsğərin, canı verdin dinə, yaşasın Peyğəmbərin. Ətşan qaldı ləbin, ta yaşayır məktəbin, gözləri qan ağladı, tənn üstə Zeynəbin. Hansı qürruhun belə mölası var? Hansı qürruhun belə mölası var? Aşıq əvəl fəzlidir mənası var. Qeyrətin əhdə ona sevdası var. Əlqəmin üstündə bir imzası var. Qəlbi yanan Zeynəb-i Kübrası var. Susuz qalan körpə Rüqəyyası var. Şiyyələrin həsrəti səqqası var. Vay 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 sen vay 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 sen vay 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 sen vay 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 sen vay 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 sen vay vay sen vay 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 اللهم صل على محمد وآل محمد. السلام عليك يا أبا عبد الله الحسين يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله. اشكلا يا وجيها عند الله عند الله يا رحمن يا رحيم يا أحكم الحاكمين يا أرحم الراحمين يا الله 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 يا الله. İlahi Pərverdigara dərgahı açılan əllərimizi naumid sinəmizə qaytarma. İlahi qəlbimizdə olan hacət və mətləblərimizi rəva elə. İlahi cümlə şəhidlərimizə rəhmət elə.
atalarına, analarına, doğmalarına, ailələrine, balalarına səbr əyyubi kəramət elə. İlahi qazilərimizə acil şifa inayət elə. İlahi vətənimizin keşiyində, qulluğunda olan əskərlərimizi ağla gələr gəlməz xəta bəlalardan amanda saxla. İlahi cümləmizə halal minnətsiz ruzilər nəsib elə. İlahi qəlbimizdən kini, küdurəti, şeytanəti kənar elə. İlahi qəlbimizi iman nuru ilə nurlandır cinən. İlahi xalqımızı, millətimizi, xüsusilə ailələri bir-birinə mehriban elə. İlahi övladlarımızı övladı salihindən qərar ver. İlahi övladı olmayan övlad arzusunda, həsrətində olanlara övladı salihin nəsib elə. İlahi mərizu mərizələrimiz, dərdi bilinən bilinməyən xəstələrimizə şifayı acil kəramət elə. İlahi iltiması dua edenler, yazanlar, diyenler, zənglə söyləyənlərə şifa verginə. İlahi ölər ki günədək dilimizdən La ilahe illallah Muhammedur Resulullah Aliyyun veliyullah Kəlmələrini alma cinən. İlahi bizi nəfsimizlə bir göz qırpımı başlı başına bırakma. İlahi bizi dini İslamda sabit qədəmlərdən qərar ver. İlahi dini İslama qüvvət ver. Dinin düşmənlərini məhvinə abud elə. İlahi zindanda olan qardaşlarımızın işlərinə fərəc ver. İlahi bu Muharremi ömrümüzün axırın Muharremi qərar vermə. İlahi dünyada Əhl-i Beyt əleyhimussalamların ziyarətin, Uqbada şəfaətin bu cəmə nəsib elə. İlahi ağamız İmam-ı Zamanın zuhurunda təcil elə. Bizləri o Həzrətin həqiqi xadimlərindən qərar ver. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan salavatüke aleyhi ve ala abai fi hazi sa'a ve fi kulli sa'a veliyen ve hafizan وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك التوى وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. Allahümme İnşallah oxunan Qur'anın qəbuluna və bu məclisdən haqqı boynumuzda olanların, xüsusilə şəhidlərimizin ruhu şad, ata-analarımızın ruhu şad, ruhlarına El-Fatiha ma'as-salavat. Muhammed ve Ali Muhammed salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ettiğimiz ibadetler, tuttuğumuz azadarlığın âli derecede kabul olması için salavat. Allahümme salli ala Muhammed
ve Ali Muhammed. İmam Zaman Ağa'nın təcili zuhuru, onun nazanin qəlbinin bizlərdən razı olması, düşmənlərinin tezliklə aradan getməsi üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Xəstələrimizin acil şəfaat üçün, iltiması dua edənlərin dualarının qəbul olması üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Müşküllərimizin həll olması, hər nə çətinliyimiz varsa aradan getməsi üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Gün və gün cəmimizin artması və şeytanımızlardan naimid olması üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Dünya və ahiretimizin abad olması üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Kərbala şəhidlərinin öz şəhidlərimizin haqqında salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Zindanda məhbusların fərəz tapması üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Zamanların, axır zamanın fitnəsindən zamanlarımızın qorunması üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bu məclisi təşkil edən başda Hacı Elləh olmaqla bərabər video çəkiliş edirlər, cahana paylaşırlar. Həmçinin ortada, arada, sırada xidmət edirlər. Onların da səlamətliyi üçün salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Öz səlamətliyiz üçün salavat. Allah